Bəli, işğaldan azad olunan ərazilər sürətlə bərpa edilir və bu sürətlə bərpa edildikcə böyük qayıdış ünvanlarının sayı da gündən-günə artır. Hər gün yüzlərlə ailə doğma yurd yuvalarına qayıdır. Biz az əvvəl məlumatı təqdim etdik. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə bugün də qayıdış reallaşıb. İndi bu barədə ətraflı məlumatları çatdırması üçün bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Ayşən Cümşüdova ilə bağlantı yaradırıq. Ayşən, buyurun, eşidirik, siz efirdəsiniz. Hər vaxtınız xeyir olsun. Cəbrayıl rayonunun Şükürbəyli kəndindən salam veririk sizə. Nə xoş bizə ki, yenidən qurulan, dirçələn, yenidən həyatın qayıtdığı Şükürbəyli kəndindəyik. Bəli, artıq Şükürbəyli kəndinə həyat yenidən qayıdıb. Artıq bugün həm də Şükürbəyli kəndinə ikinci köç kərvanı yola düşüb. Bildiyimiz kimi, ötən günlərdə Prezident İlham Əliyevin də iştirakı ilə Şükürbəyli kəndində sakinlərlə görüş keçirildi. İlk ailələrə evlərin açarları təqdim oldu və bu da həmin möhtəşəm mənzərədir ki, həmin sakinlər bu gözəl evlərdə məskunlaşıblar. Bildiyimiz kimi Şükürbəyli kəndi 1042 evlik nəzərdə, fərdi yaşayış evi nəzərdə tutulub və hazırda isə onlardan 635 fərdi yaşayış evi artıq tam şəkildə hazırdır və bu köç kərvanlarını da görürsünüz. Yavaş-yavaş sakinlər öz doğma torpaqlarına qayıdırlar. Xəbər verdiyimiz kimi bugün artıq ikinci köç gəlir, 107 ailə gəlir və bununla da artıq Şükürbəyli kəndində 214 ailə məskunlaşacaq. Və bu da o deməkdir ki, Şükürbəyli kəndi günü-gündən inkişaf edir və burada yeni gələcək, yeni həyatlar qurulur və onu da bildirək ki, Şükürbəyli kəndində yaşayış üçün bütün infrastrukturla təmin olunub. Qaz, su, işıq, elektrik xətləri tam şəkildə çəkilib. Eyni zamanda burada həm 360 yerlik məktəb, 80 yerlik uşaq bağçası, inzibati bina, həkim məntəqəsi, eyni zamanda musiqi məktəbi də fəaliyyətə başlayıb və onu da bildirək ki, ilk dəfə Şərqi Zəngəzurda inşa edilən musiqi məktəbidir bu musiqi məktəbi və artıq Şərqi Zəngəzurun bütün güşələrində bu musiqi məktəbinin xoş sədalarını da eşidəcəyik. Gördüyünüz kimi kəndin ərazisi çox genişdir və burada uşaqların əyləncəsi üçün də bütün infrastrukturla təmin olunub. Ümumiyyətlə kənddə yaşayış üçün bütün infrastruktur tam şəkildə təmin edilib və artıq kəndin əzəli sakinləri öz doğma torpaqlarına qayıdırlar. Bəli, xəbər verdiyim kimi bugün artıq ikinci köç gəlir. İlk köçdə 107 ailə, ikinci köçdə 107 ailə və ümumilikdə isə 214 ailə öz dədə-baba yurdlarına yenidən qayıdırlar. Hələ ki, bizim sizə buradan çatdırmaq istədiklərimiz bu qədərdir. Qarşıdakı buraxılışlarda daha ətraflı məlumatlar verməyə çalışacağıq. Buyurun, söz yenidən sizdədir. Əməkdaşımız Ayşən Cümşüdova bərpa quruculuq işləri ilə bağlı son məlumatları çatdırdı.